Üzərində bıçaq gəzdirmək cinayətdirmi? Cavabı indi ətraflı şəkildə diqqətinizə çatdıracağım. Bəli, soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat məişət məqsədləri üçün nəzərdə tutulmur. Həmin silah insanın əzələ qüvvəsindən istifadə etməklə zərər vurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 228.5-ci maddəsinə əsasən buna görə 320 saatdan 400 saatadək ictimai işlər və ya 2 ilədək müddətdə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 1 ilədək müddətdə azadlıqdan məhrum etmə nəzərdə tutulur.